İntensiv istəməyimizə baxmayaraq, qarşıya qoyduğumuz hədəflərə baxmayaraq, niyə istədiyimiz nəticəni ala bilmirik? Hə, yaxşı sualdır əslində. Baxın, istəmək sadəcə istək kifayət etmir. Çünki istək şuurlu zehnimizdən gəlir, nəticəni yaradan isə şuuraltı zehnimizdir. Və əgər biz məsələn deyirik ki, mən uğur qazanmaq istəyirəm, amma daxili səsimiz bizə pıçıldayırsa, yox hələ mən uğur qazanmağa hazır deyiləm, mən qorxuram, məndə alınmaz və s. bu kimi zəncirləmə düşüncələr o deməkdir ki, sənin şuuraltında mənfi, neqativ inanclar toplanıb. Və istək isə, yəni sadəcə şuurlu şəkildə istəməklə bunu reallığa çevirmək mümkün deyil. Biz nə etməliyik? Əvvəlcə biz daxili səsimizi şəfalandırmalıyıq və mənfi inancları dəyişdirdikdən sonra istəklərimiz reallaşa bilər.